Salamlar, bugün sizlərlə bərabər MKNF və MDNF-ə aid bir neçə sualın izahına baxacağıq. Bir təkrar kimi də baxaq. Final imtahanlarında lazım olacaq mövzulardan biridir. Belə bir bizə mülahizə verilib, məntiq mülahizəsi. Biz bunun MKNF və MDNF-ni tapmalıyıq. Əlbəttə ki, bunu biz birinci öz bildiyimiz hala gətirək. P implikasiya Q, implikasiya P-nin inkarı, implikasiya Q. Bu şəkildə eləmək məncə daha rahat olacaq bizə. Niyə deyəcəm? Gəlin ilk öncə biz cədvəlimizi, doğruluq cədvəlimizi quraq. Deməli, P o yazacağım bura. Q yazacağım. Daha sonra P-nin inkarını görürəm. Daha sonra içəridə bir funksiya görürəm. P implikasiya Q. Onu qeyd edirəm. Daha sonra nə funksiyası görürəm? Bunu görürəm də. P-nin inkarı implikasiya Q. Daha sonra da məsələn bunu table'larla düzəltmək olar, heç nə olmaz. Bu ümumi funksiyanın özünü. Yəni o funksiyanın özünə də bir f deyəcəm. Bir f deyirəm. Belə bunu uzadı yazmıram. Burada 2 dənə P və Q istifadə olunduğuna görə deməli neçə dənə sətrim olacaq? Əlbəttə ki 4 dənə. Əgər PQ məsələn Z olsaydı onda 8 dənə olacaqdı. Burada 4 dənə kifayət edir. Aha, gəlin indi bu cədvəlimizi bir-bir yazaq. Deməli P olacaq. Birinci 0, 0, 1, 1. 0, 1, 0, 1. P'nin inkarında sıfırlar 1 olur, birlər 0 olur. P implikasiya Q. Biz bilirik ki implikasiyanın yeganə 0 qiyməti 1, 0 olan halında 0 alır, qalan bütün hallarda 1'dir. İndi P budur, Q da budur. 0'ın 0'a implikasiyası 1'dir. 0'ın 1'ə 1'dir. 1'in 0'a 0'dır. 1'in 1'ə 1'dir. İndi P'nin inkarını Q'ya olan implikasiyasına baxaq. Deməli, P'nin inkarı bunun buna. Belə. 1'in 0'a 0'dır. 1'in 1'ə 1'dir. 0'ın 0'a 1'dir. 0'ın 1'ə 1'dir. İndi funksiyada isə bu ifadənin buna implikasiyasına baxırıq. Görürsünüz, bax bu P'nin Q'ya implikasiyasının baxmalıyım buna implikasiyasına. İndi 1'in 0'a implikasiyası 0'dır. 1'in 1'ə 1'dir. 0'ın 1'ə 1'dir. 1'in 1'ə 1'dir. Yəni biz ən son aldıq bu cədvəldə bizim olur. Əsas elə biz buranı tapmalıydıq da. Əsas bizim üçün deməli funksiyanın cavab hissəsi bizim üçün vacibdir. Mən burada dərsi izah eləməyəcəm. Yəni sadəcə misallar üzərində. Çünki biz bu dərsi sizlərlə bərabər mən keçmiş dərslərdə izah etmişdim. İlk öncə gəlin biz MDNF-i tapaq. Yəni mükəmməl dizdüktiv norma və forma adlanır. MDNF yazılır. Deməli biz MDNF-də baxanda, yəni mükəmməl dizdüktiv norma və formaya baxanda funksiyanın bir qiymət aldıqlarına baxırıq. Yəni MDNF-i tapanda bu bərabər olurdu funksiyanın bir alınan qiymətləri. Yəni funksiya harda 1 alır? Funksiyanı 1 alır 0-da, 1-də. Deməli biz bunu belə yazırdıq da. Bu elə bir ki bu 0 bu P-nin qüvvəti olurdu. Olurdu P üstü 0, Q üstü 0. Düzdürmü? Bunlar əlbəttə ki OR operatoruna birləşirlər. Sonra 1'i alır burada. Olur P üstü 1, Q üstü 0. Əgər mövzunu bilmirsinizsə, mən mövzunu izah eləmişəm. Ora baxıb sonra bura baxa bilərsiniz. 1'i alır, deməli P üstü 1'də, Q üstü 1'də. İndi bizə bilirik ki qüvvət 0-dırsa onun inkarı olur. Qüvvət 1-dirsə onun özü olur. Deməli bizim mükəmməl dizdüktiv norma formamız bu şəkildə olacaq.
MKNF-ə gəldikdə isə funksiyanın 0 aldığı qiymətlərə baxırıq. Funksiya 0-ı yalnız və yalnız burada aldığına görə, deməli burada belə olurdu. P0 yazıram, amma bu 0-ın inkarı kimi götürürdüm də. Burada orla birləşir. Q0-ın üstündə inkar. Bu da olur P üstü 1 or Q üstü 1. O da bərabərdir P or Q-ya. Deməli, verilmiş bizə məntiq mülahisəsinin MDNF və MKNF-ni tapdıq. İndi baxaq, buna, bu sadədir. Gəlin biz biraz çətininə baxaq. Çətin bir ifadəyə baxaq. Məsələn, baxaq, məsələn, indi ağlıma bir qəşəng biri gəlsin. Olsun belə bir şey. Y-ın inkarı or Y implikasiya Z. Aha. Desin ki MKNF və MDNF-lərini qurun. Misal 2 olsun. Necə qururuq? Yenə ilk öncə biz bunun doğruluq table'ını qurmalıyıq. Burada məncə table olmalıdır. Prosta mən table tapa bilmədim. Amma table burada, çünki mən dərslərimdə table-dan istifadə edirəm. Bir dəqiqə. Bəlkə burada olar table'lar. Yox, bu da deyil. Okay, no problem. Gəlin elə biz bildiyimiz yoldan gedək. Çünki belə tapa bilmirəm. Deməli, burada nə edirik? Birinci, deməli, bütün istifadə olunmuş dəyişənləri yazırıq. X istifadə olunub, Y istifadə olunub, Z istifadə olunub. Sonra görək bunların hansıların inkarı istifadə olunub. X-in inkarı var, yoxdur. Y-ın inkarı var, bəli var. Z-in də inkarı yoxdur. Sonra gördüyüm ilk funksiya budur. X ekvivalensiya Y-ın inkarı. Sonra gördüyüm ikinci funksiya Y implikasiya Z-dir. Bu Y implikasiya Z. Bir də ümumi hamısı F funksiyası. Ümumi F. Aha. Burada deməli 3 dənə dəyişən olduğuna görə deməli mən 8 dənə sətir oluşturmalıyam. Deməli birinci, ikinci, üçüncü, dördüncü, beşinci, altıncı, deməli 3, 6, 7 və 8. Deməli bu oldu bizim table'ımız. Bu hissələri artıq da onları da silə bilməyəcəm, qalsın elə. 8 dənə oluşdu da. İndi gəlin bir-bir yazaq içərisini. İçərisini bir qəşəng bir rəqəmlə yazım ki, onu görə bilək də. Deməli 4 dənə, deməli 0 0 0 0 1 1 1 1 0 0 1 1 0 0 1 1 0 1 0 1 0 1 0 1. İndi Y-ın inkarı sıfırlar olur 1, birlər olur 0. Baxın bu şəkildə. 0 0. İndi ekvivalensiya. Ekvivalensiyada eyni olanlar 1, əks olanlar 0 alır. Deməli biz bundan buna baxmalıyıq. Bundan bunun ekvivalensiyasına. 0 ilə 1 əks olduğuna görə 0-dır. 0 ilə 1 0. 0 ilə 0 eyni olduğuna görə 1. 0 ilə 0 eyni dəyər olduğuna görə 1. 1 ilə 1 eyni dəyər olduğuna görə 1. 1 ilə 1 eyni dəyər olduğuna görə 1. 1 ilə 0 fərqli 0-dır. 1 ilə 0 fərqli olduğuna görə 0-dır. İndi Y implikasiya Z-ə baxaq. Yəni bundan buna. Y-dən Z-ə implikasiya. 0 ilə 0-ın implikasiyası 1-dir.
0 ilə 1-in implikasiyası 1-dir. 1 ilə 0-ın implikasiyası 0-dır. 1 ilə 1-in implikasiyası 1-dir. 0 ilə 0-ın implikasiyası 1-dir. 0 ilə 1-in implikasiyası 1-dir. 1 ilə 0-ın implikasiyası 0-dır. 1 ilə 1-in implikasiyası 1-dir. Daha sonra funksiyamızda nə etməliyik? Aldığım bu iki qiyməti bir-birinə vurmalıyam dəyərlərini. Çünki burada AND operatoru var. 0-ı 1-ə vuranda 0. 1-i 0-a vuranda 0. 0-ı 1-ə vuranda 0. 1, 1, 1. 0, 0. Aha. Gəlin birinci, deməli biz bu cədvəlini burada saxlayım. Yazaq M, DNF. Deməli funksiyanın 1 aldığı yerlərə baxıram. Funksiya 1-i alıb 1 burada, 1 burada, 1 də burada. Deməli necə yazacağam? X üstü 0, Y üstü 1, Z üstü 1. Or X üstü 1, Y üstü 0, Z üstü 0. Or X üstü 1, Y üstü 0, Z üstü 1. Bərabərdir. Deməli 0 olanlar inkar olur, 1 olanlar özləri kimi qalır. X, Y-in inkarı, Z-in inkarı. Or X, Y-in inkarı, Z. Bu oldu MDNF mükəmməl yüzlüklük norma forma. İndi MKNF-də isə mükəmməl konjüktiv norma formada. Sıfırlara baxmalıyıq. Onu da gəlin yaşla göstərim. 1 burada alır, 1 burada alır, 1 burada alır. Sıfırlarda funksiya f harda? 0 burada. Deməli burada necə eləyirik? Bax, deməli x üstü 0-ın inkarını götürürəm. Burada şu orla birləşdirəcəm. Y üstü 0-ın inkarı, or z üstü 0-ın inkarı. Vurulsun. İndi ikinci hissə budur. X üstü 0-ın inkarı, Y üstü 0-ın inkarı, Z üstü 1-in inkarı. Sonra başqa da 0 var. Burada. Deməli x burada da var. X üstü 0-ın inkarı, or Y üstü 1-in inkarı, or Z üstü 0-ın inkarı. Vurulsun. İndi 2 dənə qiymət qaldı. Bundan bu. Deməli x üstü 1-in inkarı, or Y üstü 1-in inkarı, or Z üstü 0-ın inkarı. Sonuncu olaraq da x üstü 1-in inkarı, Y üstü 1-in inkarı və Z üstü 1-in inkarı. İndi gəlin bunu hesablayaq. Mən bunu silim. Bu şəkil bizə mani olmasın da. Aha. Gəlin indi bunu hesablayaq. Bunu necə hesablayırıq? Deməli bərabərdir. Bu ilə deməli 0-ın inkarı 1-dir. Olur x üstü 1, or Y üstü 1, or Z üstü 1. 0-ın inkarı 1-dir. 1-in inkarı 0-dır. Baxın bu şəkildə həll edirik. Z üstü 1, x üstü 0, Y üstü 0, Z üstü 1. Deməli x üstü 0, Y üstü 0, Z üstü 0. İndi bunun da cavabını tapaq. Deməli üstü 1 olanlar özləri idi. Üstü 0 olanlar onların inkarlarıdır. Z'in inkarı, x or y'in inkarı, or z, x'in inkarı, or y'in inkarı, or z. Burada üçünün de inkarı. Güzel. Deməli biz tapdıq ki, verilmiş misalda mükəmməl düzlüklük norma forma bu ifadəyə, mükəmməl konjüktiv norma forma isə bu ifadəyə bərabərdir. İndi baxaq misal 3-ə. Misal 3. Yenə bizə bir f, x, y, z verilsin. Verilsin x'in inkarı xor y, implikasiya z, or y'in inkarı ekvivalensiya z'in inkarı. Aha.
biraz çətin və biraz maraqlı misaldır. Aha. Yenə də cədvəlimizi quraq. Burada mesela mən table, tablo var imiş. Bəli, tapdım tabloları. Aha. Deməli, bunun kolumunu necə biz artıraq? Okey, belə artır. Okey. Bunun size-ını biraz kiçildək. Bu belə artdı. Okey, no problem. Artıraq hələ ki, görək nə qədər alınır da. Bir dəqiqə. Bu niyə belə oldu? Okey. İndi yazaq. Mən bunun size-ını biraz artırım heç olmasa görünsün də burada. Deməli, birinci x-i qeyd eləyək. Y-i qeyd eləyək. Z-i qeyd eləyək. Sonra nəyin inkarı var? X-in var. Y-in var. Z-in də var. Deməli, bizə çatmayacaq kolum. Bunu biraz da artıraq. Görək nə qədər gedəcək. Gərək mən bunu böyüdüm biraz. Bir dəqiqə. Görün bu böyüyəcək. Böyümür. Bunlar niyə kiçilmədi ki? Biz bunu heç görə bilməyəcəyik. Bunu belə keçirmə olur. Okey, tapdım. Qaldırım biraz yuxarıya ki siz onu görə biləsiniz. Gəlin bir dənə təzədən çəkək hamısını. Deməli, X, Y, Z. X'in inkarı, Y-in inkarı, Z-in inkarı. Sonra içəridə xor funksiyası var. Yəni X'in inkarı xor Y. Sonra deməli biz bunu biraz ekəldək. Sonra bu funksiya var. X'in inkarı xor Y, implikasiya Z. Sonra bu funksiya var. Y-in inkarı ekvivalensiya Z-in inkarı. Biraz da artırmalı olacaq. Bu niyə bura gəldi? Onu buradan yazaram. Y-in inkarı ekvivalensiya Z-in inkarı və sonuncu olaraq da bizim bu funksiyamız. Onunla olan hamısının f kimi götürəcəm. Bütün funksiyaları bir dənə bu qaldığına görə bunu da f kimi qeyd edirəm. İndi başlayaq yazaq. Deməli 0, 0, 0, 0, 1, 1, 1, 1. Buralar deməli artığıymış bizim üçün. Sonra 0, 0, 1, 1, 0, 0, 1, 1, 0, 1, 0, 1, 0, 1, 0, 1. İndi X'in inkarı 1, 1, 1, 1, 0, 0, 0, 0. Y-in inkarı 1, 1, 0, 0, 1, 1, 0, 0. Z-in inkarı 1, 0, 1, 0, 1, 0, 1, 0. İndi X'in inkarı ilə Y-i nə etməliyəm? Bax, X'in inkarı ilə Y-in xorunu. Xorda demişdi ki, eynilər 0, fərqlilər 1 alır. Deməli, 1 ilə 0 fərqli olduğuna görə cavab 1-dir. 1 ilə 0 fərqli olduğuna görə cavab 1-dir. Ekvivalensiyanın əksidir. 1 ilə 1 eynidirsə cavab 0-dır. 1 ilə 1 eynidir, cavab 0-dır. 0 ilə 0 eynidir, cavab 0-dır. 0 ilə 0 eynidir, cavab 0-dır. 0 ilə 1 fərqlidir, 0 ilə 1 fərqlidir. İndi nə etməliyəm aldığım ifadəni Z-də görə və bu Z-də görə. Deməli, implikasiyasını almalıyım. Yəni, birinci buradan bura doğru eləyirəm. 1 ilə 0-ın implikasiyası 0-dır. 1 ilə 1-in implikasiyası 1-dir. 0 ilə 0 implikasiyası 1-dir. 0 ilə 1-in 1-dir. 0 ilə 0-ın 1-dir. 0 ilə 1-in 1-dir. 1 ilə 0-ın 0-dır. 1 ilə 1-in 1-dir. İndi Y-in inkarı ilə Z-in inkarının ekvivalensiyası. Yəni, eyni olanlar 1, fərqli olanlar 0. 1 ilə 1 eynidir, fərqlidir.
fərqlidir, eynidir, eynidir, fərqlidir, fərqlidir, eynidir. Sonuncu olaraq da nə etməliyəm bu iki funksiyanı toplamalıyam. Çünki burada and var, or var. 0-ın üstünə 1 gələndə, getdi o. 0-ın üstünə 1 gələndə 1, 1, 1, 1. Bunun MDNF-i çox uzun olacaq. Aha. Ola bilər. Bunu da azalda bilmirəm. Belə qalsın da neyini aşağıdan yazaram. Deməli funksiyanın birinci deməli MDNF-nə baxaq. MDNF. Necə eləyir MDNF? MDNF-də 1 olan qiymətlərinə baxıram. Budur, 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 bir də budur. Aha, deməli olacaq x üstü 0, y üstü 0, z üstü 0. Or x üstü 0, y üstü 0, z üstü 1. Or x üstü 0, y üstü 1, z üstü 0. Or x üstü 0, y üstü 1, z üstü 1. Or x üstü 1, y üstü 0, z üstü 0. Or x üstü 1, y üstü 0, z üstü 1. Or x üstü 1, y üstü 1, z üstü 1. 3, 4, 5, 6, 7. 7-dən oldu, düzdür. İndi 1 olanlar özləri inkar olan, 0 olanlar da inkar olacaq. Onu da buradan yazım. 0 olacaq x-in inkarı, y inkarı, z-in inkarı. X-in inkarı, y-in inkarı, z. X-in inkarı, y, z-in inkarı. X-in inkarı, y, z. X, y-in inkarı, z-in inkarı. X, y-in inkarı, z. Sonuncu olaraq da x, y, z. Bu da olur bizim üçün MDNF. Sonra baxaq MKNF-ə. MKNF elə bir dənə budur. MKNF elə bir dənə budur da 0 olan. Yaxşı, onu gəlin mavi ilə göstərməyə də bu rozvu ilə. Mavi ilə MKNF-i. MKNF. MKNF də deməli nə olacaq? X üstü 1-in inkarı, y üstü 1-in inkarı, z üstü 0-ın inkarı. Yəni x üstü 0, or y üstü 0, or z üstü 1. Yəni x-in inkarı, or y-in inkarı, or z. Güzel. Bu da olur. Deməli bizim cavabımız. Bir başqa bir misal nümunəsinə də baxaq. Bu deməli bu misalın cavabı oldu bu. Misal 4. Misal 4. Deməli f x y z bərabərdir. Deməli, hansı misal idi o? Aha. Deməli, mötərizədə x or y-in inkarı or x xor y pirs oxu z implikasiya bu. Y-in inkarı and z. Biraz qarışıqdır bu. Olsun. Eləyək də. Görək nə alınır. Deməli, belə eləyək də onda. Biz yenə bir table yaradım mən buradan. Bu table'ın mən yaradaq. 8 dənə 1, 2, 3, 4, 5, 6, 7, 8. Bunu artıraq. Bu çox olacaq yəqin ki.
Bilmirəm, indi görək də nətər alınır. Deməli, X var, Y var, Z var. Sonra Y-ın inkarı var bir dənə. Sonra bu içəridə bu funksiya var, onu birinci tapmalıyıq. Birinci budur. Sonra başqa harda içəridə? Sonra bu var. Bunu yazmalıyıq, bunu tapmalıyıq. Onu tapandan sonra XOR-la həll eləməliyik. X, XOR, Y və bunu. Bunu həll etməliyik. Sonra bunu həll eləməliyik. Y-ın inkarı and Z. Z. Sonra bu ümumi bu ifadəni. Bunu mən biraz yekəldim də onda. Belə eləyim. Onu da mən yaza bilməyəcəm. Onu copy paste eləyəcəm. Buraxıtım yoxdur yazmaq. Çünki çox uzundur. Ctrl-C eləyəcəm və Ctrl-V. Aha, bunu da belə eləyəcəm. Yəni, uzun biridir, ona görə yazmadım da. Dəqiq, bunu biraz yekəldim mən. Aha, vaxtımız getməsin də. Hə, sonra da ən sonda hamısını məncə yazdım. Ən sonda F tapmalıyıq. Aha. Gəlin həll eləyək. Deməli, 3 dənə olduğuna görə yenə başlayırıq. Gəlin bir dəfə də qırmızı ilə gedək. 0, 0, 0, 0. 1, 1, 1, 1. 0, 0, 1, 1. 0, 0, 1, 1. Sonra 0, 1, 0, 1. 0, 1, 0, 1. Y-ın inkarı 1, 1. 0, 0, 1, 1, 0, 0. İndi X or Y-ın inkarı. Yəni bundan bunu. Bundan bunu. 0 ilə 1-i toplayanda 1. 0 ilə 1-i toplayanda 1. 0 ilə 0, 0. 0 ilə 0, 0. 1 ilə 1, 1. 1, 1, 1. Aha. İndi baxaq, deməli, Pirsoxu mən sizə keçən dərsdə səhv etmirəmsə, onu izah eləyəndə, misal izah eləyəndə demişdim ki, o antidiznuksiyadır. Yəni 0-0-da 1 alır, qalanlarında isə 0-dır. Deməli, Y-ın Z-də. Deməli, 0-a 0 olanda o yalnız 1 alır, qalan bütün hallarda 0-dır. 0-dır, 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 0-0-da 1 alır. 0-dır, 0-dır, 0-dır. Aha, xorda isə demişdim, xor nə idi? Fərqli olanlarda 1 alır, eyni olanlarda 0 alır. Deməli, nə ilə nəyin xoru? X-la bunun xoru, bu ifadənin xoru. 0 ilə 1, 1-dir, fərqlidir. 0 ilə 0 eynidir, 0-dır. 0 ilə 0 eynidir, 0 ilə 0 eynidir, 1 ilə 1 eynidir, 1 ilə 0 fərqlidir, 1 ilə 0 fərqlidir, 1 ilə 0 fərqlidir. Y-ın inkarı and Z. Y-ın inkarı and Z budur. Vuracağıq da bir-birlərinə. 1-i 0-a vuranda 0, 1-i 1-ə 1, 0, 0, 1, 1, 0, 0. Son olaraq da nə etməliyəm? Nə qədər işləm oldu. Bu ifadə ilə bunun implikasiyasını almalıyam. 1 ilə 0-ın implikasiyası 0-dır. 1-dir, 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 0-dır, 0-dır. Son olaraq da var. Aldığım bundan bu funksiyanın, baxın burada, bundan bu funksiyanın toplamalıyam qiymətlərini. 1 ilə üstünə 0 gələndə 1. 1, 1, 1, 1, 1. 1. Hamısı 1. Bunun deməli imkaniyyəti yoxdur. MKNF-i yoxdur. Ancaq MDNF var. Çünki funksiya yalnız bir qiymət alır. Yalnız MDNF olacaq. MDNF. Elə deyildilər bizdə. Deməli, necə olacaq? X üstü 0, Y üstü 0, Z üstü 0. X üstü 0, Y üstü 0, Z üstü 1. X üstü 0, Y üstü 1, Z üstü 0. Harada qaldım? Dördüncüdə. X üstü 0, Y üstü 1, Z üstü 1. X üstü 1, Y üstü 0, Z üstü 0. X üstü 1, Y üstü 0, Z üstü 1. X üstü 1, Y üstü 1, Z üstü 0.
Aha. Bunlara göre edirəm, amma bu üçünə görə. Sonra nə qaldı? 1, 2, 3, 4, 5, 6, 7. Sonra da bu qaldı. Hə. X üstü 1, Y üstü 1, Z üstü 1. İşte bu da olacaq X-in inkarı, Y-in inkarı, Z-in inkarı. X-in inkarı, Y-in inkarı, Z. X-in inkarı, Y, Z-in inkarı. X-in inkarı, Y, Z. X, Y-in inkarı, Z-in inkarı. X, Y-in inkarı, Z. X, Y, Z'in inkarı. Son olarak da X, Y, Z. So. Bu da oldu deməli verilmiş funksiyanın. Burada imkanif olmayacaq çünki funksiyanın sıfır qiyməti yoxdur. Belə. Bugünlük bu qədər. Gələn dərsdə də qaldığımız yerdən davam edəcəyik. Sağ olun.